Hər kəsə salam uşaqlar. Bugün yeni bir mövzuya başlayırıq və mövzumuzun adı adi və onluq kəsirlərdir. Adi kəsirlər nə idi? Əgər A və B natural ədədlər olarsa, o zaman A bölü B şəklində olan ifadəyə biz adi kəsir deyirik. Burada A-ya biz surət, B-yə isə məxrəc adlandıracağıq. Ortadakı xətt isə kəsir xətti və yaxud da bölmə əməli də adlanır. Belə oxunur uşaqlar. A bölünsün B və yaxud B-də A kimi oxuya bilərsiniz bu kəsiri. Gəlin onda bir kəsir yazaq, adi kəsir yazaq. Məsələn olsun 8-də 5. Bu bir adi kəsirdir. Niyə? Çünki sürətlə, məxrəcdə natural ədədlərdir. Amma sizə desələr ki, -4-də 3. Baxın, bu adi kəsir deyil. Çünki niyə? Burada mənfi işarəsi var və biz mənfi işarəli kəsirləri adi kəsir qəbul etmirik. Adi kəsirlərin iki növü var. Düzgün və düzgün olmayandır. Əvvəlcə gəlin düzgün kəsirlərdən danışaq. Düzgün kəsirlərdə məxrəc surətdən mütləq böyük olmalıdır. Özümüzdən bir kəsir yazaq. Olsun 5-də 4. Fikir verin, 5 4-dən böyükdür. Ona görə bunun adı olur düzgün kəsirlər. Bəs düzgün olmayan kəsirlər nədir? Bu zaman isə surət məxrəcdən böyük olmalıdır. Bərabər də ola bilər. Biz buna düzgün olmayan kəsirlər deyirik. Olsun 5-də 5. Baxın, surət məxrəcə bərabərdir. Və yaxud da 5-də 6. Surət məxrəcdən bu dəfə böyükdür. Bunlar adlanır düzgün kəsirlər. Əgər surət məxrəcə bərabər olarsa, burada bir qeyd yazaq. Surət məxrəcə bərabərdir. Tutam olsun 6-da 6, 7-də 7 və yaxud da 14-də 14. Baxın, əgər surət məxrəcə bərabərdirsə, onda bu kəsirin cavabı 1-ə bərabərdir. Çünki düşünün də, bu nə deməkdir? 6 bölü 6 deməkdir. Və yaxud da 7 bölü 7, 14 bölü 14. Bunlar da bir-birinə böləndə 1 eləyir. Keçəyin qarışıq ədədlərə. Qarışıq ədədlər. Tam və kəsir hissədən ibarət olan ədədlərə biz qarışıq ədədlər deyirik. Məsələn, A tam, B-də C. Oxunuşa da fikir verin. Necə oxuyuram, siz də dəftərinizdə qeyd edə bilərsiniz bunu. Və bəzən uşaqlar nəyə qarışdırır? Elə bilirlər ki, bunların arasında bir vurma işarəsi var. Əslində, görünməyən bir toplama işarəsi var onlar arasında. A topla, B-də C. Baxın, belə yazmalısınız əslində. Vurma deyil də toplama ilə əvəz olunmalıdır. Tam hissə olur A, kəsir hissədə olur B-də C. Bu da qarışıq ədədlərə aid qaydalardır. Oxunuşu da mən sizə dedim. Başqa bir kəsir yazaq. 5 tam 3-də 1 olsun. Necə oxuduq? Birinci tamı oxuyuruq. 5 tam. Kəsir hissəni də sonra oxuyuruq. 3-də 1. Bu da qarışıq ədədlərin oxunuşudur. Qarışıq ədədlərdən düzgün olmayan kəsirə keçid edə bilərik. Bir ox qoyacağım burada. Düzgün olmayan. Hər hansı bir qarışıq ədəd yazağım. 2 tam 3-də 1. Necə keçirik? Hər zaman məxrəc olduğu kimi yerində qalacaq. Baxın, 3-ü köçürtdüm. Surətə nəyə yazmalıyam? 2-ni vuracam 3-ə, yəni tamı vuracam məxrəcə. Üstünə də gələcəm surəti. Bu deyəcək 3-də 2 3-ün 6 plus 1, 7. Yəni, bu kəsirin bu cürünə əvəz eləyə bilərsiniz. Bunlar bir-birinə bərabərdirlər. Və yaxud sizə deyə bilər ki, düzgün olmayan kəsiri isə bu dəfə qarışıq ədədə çevirin. Bunu necə hesablayırıq? Bir dənə düzgün olmayan kəsir yazağım. Olsun 7-də 19. Bərabərdir. Yenə 7 yerində qalacaq. Məxrəc dəyişmir. Bu əslində həm 7-də 19 kimi oxunur uşaqlar, həm də 19 bölünsün 7. Siz də bilirsiniz ki, 19-u 7-yə böləndə biz natural ədədlərdə keçmişdik də, bu qalıqlı bölmədir. Neçə dəfə düşür? 2 dəfə düşür. Qalıq da alınır 5. Mən tamı yazıram kəsirin qabağına, qalığı da yazıram hara? Surətə. Bu da qarışıq ədədə çevrilmə qaydası idi. Sonra keçəyin nəyə? Kəsirin əsas xassəsinə. Kəsirin əsas xassəsi. Biz kəsirin surət və məxrəcini eyni anda sıfırdan fərqli bir natural ədədə vura bilərik, həm də bölə bilərik. Bu zaman kəsirin heç bir qiyməti dəyişmir uşaqlar. Hər hansı bir kəsir götürək və onun üzərində danışalım. Məsələn, 12-də 5. Birinci vurma əməli icra eləyərik.
Tutalım bu da olsun 12. 13'də 5 olsun. Bu olsun 12'də 8 olsun. Bərabərdir. Birinci kəsirin sürət və məxrəcini eyni anda vururuq və eyni ədədə vurmalıyıq. Burada eyni an və eyni ədəd açar sözlərdir. Bunu belə yazaq. 13-ü məsələn, ürəyinizdən keçən bir ədədə vuraq. Məsələn, olsun 2-yə vurmaq istəyirəm mən. Əgər 13-ü 2-yə vurdumsa, 5-i də 2-yə vurmalıyam. Çünki nə dedim? Eyni anda vurmalıyam. Sürət məxrəci, həm sürət, həm məxrəc eyni ədəd. Yəni, o eyni ədəddə olur 2. Bu eləyir 10, burada eləyir 26. Yəni, bunlar bir-birinə bərabər kəsirlərdir. Və yaxud da 12-də 8, bu dəfə də bölmə əməli icra eləyəyin. Tutalım, 8-i bölmək istəyirəm 4-ə, 12-də bölmək istəyirəm yenə 4-ə. Çünki eyni ədədə bölünməlidir. Bu da eləyir 3, burada eləyir 2. Yenə bunlar da uşaqlar alınacaq bərabər kəsirlər. Bunları da belə rəngləyək. Kəsirin ixtisarı. Kəsirin ixtisarı əslində elə bu bölmə əməli ilə birə-bir eynidir. Yəni, sürət və məxrəci vahiddən fərqli bir natural edə böləcəksiniz və kəsiri ixtisar eləmiş sayılacaqsınız. Bura y yazmışam səhvən. Siz düzəldərsiniz. Hətta mən də düzəldirəm. İxtisarım. Aha, gözümüzdən qaçmış ola bilər. Gəlin bir ədəd götürəyin. Tutalım 64 ilə, burada olsun 64-də 24. Bəzən demək kəsirləri siz natamam ixtisar da eləyə bilirsiniz, tam da ixtisar eləyə bilirsiniz. Natamam ixtisar nədir uşaqlar? Tutalım mən 24-ü 2-yə bölmək istəyirəm. Yazıram bura 24 bölü 2. Burada da yazıram 64 bölü 2. Bu eləyir neçə? 32 birinci. Yəni məxrəci bu da eləyir 12. Siz fikir verirsinizsə bu tam ixtisar deyil. Çünki niyə? Bu kəsir yenə ixtisar eləyə bilir. Fikir verin 2-yə təzdən gedir. Olur nə? 12 bölü 2, bu da 32 bölü 2. Bura düşür 16, bura düşür 6. Baxın, yenə də ixtisar gedir. Yenə 2 yaparsınız. 6-nı 2-yə 3 dəfə, 16-nı 2-yə 8 dəfə. Artıq bu 8-də 3 aldığınız cavab sizin olur nə? Tam ixtisarınız. Bəs hardan bilək ki, biz bu ədədi, yəni 64 ilə 24-ü nəyə bölək? O zaman siz bunların əbubunu tapırsınız. Yəni, tam ixtisar eləmək üçün hər zaman 64 ilə 24-ün əbubunu tapırsınız. Bu da neçə eləyir? Mən deyim, olsun 8-dir. Yəni ki, siz hər tərəfi, həm sürəti, həm məxrəci 8-ə bölməlisiniz. Əgər 8-ə bölsəz, olacaq sizə tam ixtisar. Gəlin böləyin. Birinci yazağın 64-də 24 bərabərdir. 24-ü 8-ə bölsəm 3 dəfə düşür. 64-ü 8-ə bölsəm 8 dəfə düşür. Fikir verdiniz? Baxın, eyni oldu. Bu da oldu 8-də 3, bu da oldu. Amma ikincisi daha rahat yoldur da. Çünki əbub tapıb rahat bir aşamalı bir yoldur. Onun üçün daha asandır. Əbubu taparaq ixtisar eləmək. Nəinki natamam şəkildə ixtisar eləmək. Keçəyin kəsirlərin müqayisəsinə. Kəsirlərin müqayisəsinin 3 dənə yolu var. Birinci yoldan başlayaq uşaqlar. Kəsirlərin məxrəcləri bərabər ola bilər. Bir kəsir yazıram 5-də 3 ilə 5-də 4. Əgər məxrəcdə bərabərlik görürsünüzsə, o zaman yəni məxrəci sildiniz də, çünki bunlar bərabərdir. Mən bunları nətən müqayisə eləyə bilərəm? Heç cürə. Onda sürətlərə baxırsınız. Biri 3-dür, biri 4-dür. 4 daha böyük olduğu üçün ona görə kəsir də daha böyükdür. 5-də 4 daha böyükdür. O zaman belə bir qayda çıxır. Məxrəc bərabərdirsə, o zaman sürəti böyük olan daha böyük olmuş olur. Keçək ikincisinə. Bu dəfə də əksinə. Gəlin sürətləri bərabər götürək, məxrəcləri fərqli götürək. Olsun bura 7-də, 9-da 7, bu da olsun 10-da 7. İndi sürətləri müqayisə edə bilmirsiniz. Məxrəclərə baxmalısınız. Birinci qaydanın tam əksi olacaq. Yəni, məxrəci kiçik olan əslində daha böyük olacaq. Məsələn, 9 ondan daha kiçikdir, kəsir olaraq isə daha böyükdür. Bu bizim ilk 2 qaydamızdır. Üçüncü qaydamız isə əslində bu 1 ilə 2 qaydasının birləşimidir. Yəni, siz bu qaydada ya ortaq məxrəc tapmalısınız, ya da ortaq surət. Məxrəc və ya surət. Bu isə sizə qalıbdır. İndi baxacaqsınız da, sualda sizin işinizdən məxrəc mi yarayır, yoxsa surət mi yarayır, ondan istifadə edəcəksiniz. Bir kəsir götürürəm. Tutalım olsun 10-da 3 və
3də 1. Fikir verirsinizsə, nə məxrəc bərabərdir, nə sürət bərabərdir. O zaman siz ya ortaq məxrəc tapmalısınız, ya ortaq sürət tapmalısınız. Bundan isə əkobdan istifadə edirsiniz. Mən məxrəclərin əkobunu tapmaq istəyirəm. Ürəyi istəyən sürətlərin əkobunu tapa bilər. Çünki mən sizə dedim, 3-cü qayda hər ikisi ola bilir. 10-dan 3-ün əkobu bu deyilir 30. Deməli, mən hər iki kəsirin məxrəcini 30-a gətirməliyəm. Surət demirəm, məxrəc deyirəm. Burada qeyd edeyim, məxrəc. Gəlin gətirəyin. 10-da 3-ü 30-a gətirmək üçün 10-u 3-ə vurdumsa, eyni anda 3-ü də 3-ə vurmalıyam. 9. 3də 1-i 30-a gətirmək üçün 10-a vurdumsa, 1 də 10-un 10. Yəni, sizcə 30-da 9 mu böyüdü, yoxsa 30-da 10 mu? Fikir verirsinizsə, bu bizim birinci qaydamıza gəlir də, müqayisənin birinci qaydası idi. Məxrəclər bərabərdirsə, surətə baxırdıq, 10 daha böyük olduğu üçün kəsir olaraq da daha böyük olmuş olacaqdır. Yəni, belə deyək, 3də 1 daha böyüdür. Kəsirimizdən 3də 1-i daha böyük olmuş olur. Bəzən isə uşaqlar, heç bu qaydalara ehtiyac qalmır və biz burada bir qeyd yazacağıq. Nədir o qeyd? Birinci, əgər düzgün olan kəsirlərdən, birinci qayda sırf düzgün olan kəsirlərə aiddir. İkincisi isə düzgün olmayan kəsirlərə. Belə bir kəsir versə sizə, 98-də 95, 95-də olsun 92 və 92-də 89. Fikir verirsinizsə, bu necə kəsirlərdir? Düzgün olandır. Əgər surət və məxrəc arasındakı fərq eynidirsə, 98-dən 95 çıxıram uşaqlar 3 və digərlərində də 3 alınır. Özünüz yoxlaya bilərsiniz. Hamısında 3 alındı. O zaman ədəd olaraq ən böyük olan daha böyükdür. Ədəd olaraq nəyi nəzərdə tuturam? Məsələn, 98-dən 95 fikir verin 89-dan, 92-dən və yaxud da digərlərindən daha böyükdür. Ona görə kəsir olaraq daha böyük olmuş olur. Həmçinin ən kiçiyi fikir verin 89-dan 92-dir. Ona görə ən kiçiyi də bu olmuş olur. Düzgün olanda belədir. Amma sizə desək ki, düzgün olmayan kəsirlərdən tutalım, nə yazaq? Olsun 39-da 41. Sürət məxrəcdən böyüdür, onda olur düzgün olmayan. 45-də 47 və 59-da 61 olsun. Bu kəsirləri necə müqayisə edirsiniz? Fikir verirsinizsə düzgün olmayandır və onları müqayisə etmək üçün baxırsınız yeni ədədlərinə. Aradakı fərqə baxdıq, neçədir? 2-dir. Fərq eyni olduqdan sonra bu qaydanı icra edə bilərsiniz. O zaman ədədləri kiçik olan daha böyükdür. Fikir verin, bunlar bir-birinin əslində əksidirlər. Kiçik olanı böyük götürəcəyik. Yəni, ən kiçik əslində 59-dan 61 olmuş olacaq. Bu qaydanı da unutmayaq. Aradakı fərqə baxırıq. Ortaq məxrəc də gətirmək olar təbii ki, bu kəsirləri müqayisə etmək üçün. Amma bizim o qədər uzun vaxtımız yoxdur. Əgər bu qeydi biliriksə, niyə ortaq məxrəc gətirək uşaqlar? Bu qeyddən istifadə edək və rahatlıqla sualın həllini tez bir zamanda taparıq. Keçəyin kəsirlər üzərində, adi kəsirlər üzərində olan əməllərə. Natural ədədlərdə olduğu kimi, adi kəsirlər üzərində də toplama, çıxma, vurma, bölmə, qüvvətə yüksəltmə əməlləri mövcuddur. Başlayaq toplamadan və çıxmadan. A bəndi. Niyə A yazıram? Çünki kəsirlərin toplanması da 2 yerə bölünür, həmçinin çıxılması da. Kəsirləri toplamaq üçün əvvəlcə siz onların məxrəcinə baxacaqsınız. Məxrəc bizim üçün çox önəmlidir. Məxrəclər mütləq bərabər olmalıdır. Olmayacaqsa bərabərləşdirəcəyik. A bəndində bərabər məxrəcdən danışırıq. Tutalım 9-da 1 üstə gəlinsin 9-da 4. Məxrəclər bərabərdir, olduğu kimi qalacaq. Surətlər toplanılacaq. Yəni 1 ilə 4-ü toplayırsınız, alınır 5. Eyni qaydada çıxma da bu yöndədir. Tutalım 9-da 7 çıxılsın 9-da 5. O da bərabərdir. Məxrəc qalır yerində. 7-dən 5-i çıxırsınız, alınır 2. Bu ancaq bərabər məxrəcli kəsirlərə aiddir. Yəni bunu da qeyd edin. Keçirəm B bəndinə. B bəndində isə müxtəlif məxrəcli kəsirlərin toplanmasından danışacağıq. Olsun 4-də 2, üstə gəlinsin 6-da 1. Fikir verirsinizsə, bunların məxrəcləri bərabər deyil. Amma biz məxrəclərini bərabərləşdirə bilirik. Yadınızdadsa müqayisədə necə bərabərləşdirirdik? Əkob taparaq. Yəni biz 4 ilə 6-nın əkobunu tapırıq. Yazağın əkob 4 və 6, bu da eləyir sizə 12. Yəni hər iki kəsirin məxrəcini 12-yə gətirirsiniz. 4-də 2-ni gəlin 12-yə gətirək. Neçə vurdunuz? 3-ə. 2 üçün 6. Üstə gəl.
6-da 1-i 12-yə gətirmək üçün neçəyə vurdunuz? 2-yə. 1, 2-nin 2. Ortaq məxrəcdə kəsirləri toplamaq A variantı. 12 qalır yerində. 6 ilə 2 toplanılır. Alınır 8. 12-də 8. Bunu siz ixtisar edə bilərsiniz. Alınacaq 4-ə bölsəm yuxarıda qalar 2. 13-ünü 4-ə bölsəm qalacaq 3. Belə də yaza bilərsiniz. Amma cavab kartında belə olur. Yəni ixtisar olunmuş variantı çox vaxt verilir. Ona görə 3-də 2-ni də nişanlaya bilərsiniz. Adi kəsirlər üzərində əməllər zamanı bir qeyd burada yazacağıq. Qeyd nə deyir? Hər hansı bir natural ədəddən biz adi kəsiri çıxa bilirik, toplaya da bilirik. Amma bunu icra etmək zamanı mütləq biz o natural ədədi adi kəsirə çevirməliyik. Və necə çeviririk? Məsələn, hər hansı bir tutalım deyir 5 çıxılsın 6-da 1. Fikirləşirsiniz, mən 5-i necə adi kəsirə çevirə bilərəm? Amma ondan qabaq bilirik ki, nə isə bu kəsir xətti daxil. Surəti məxrəcə böldüyümdə onda 5 alıram da mən. Yəni elə bir ədəd olmalıdır ki, onları böləndə 5 alım. Ağlınızdan keçə bilər 25 böl 5, o da 5 alınır, 35 böl 7, o da 5 alınır. Amma mən niyə 6-ya gətirməyim? Çünki məxrəc bərabərləşməlidir də. O zaman düşündüyüm 30 böl 6 olar da. Çıxılsın, olacaq 6-da 1. Bərabərdir. 6 yerində qalacaq uşaqlar. 30-dan 1-i çıxacaq, alınacaq 29. Yəni bu kəsirin cavabı olacaq 6-da 29. Belə də həll oluna bilər. Və bu zaman siz bunu qarışıq ədədə çevirə bilərsiniz. Təbii ki, bu da eləyəcək 4 tam 6-da 5. Bu cürdə həll oluna bilər. Və yaxud belə yaza bilərsiniz. 5. 5-i adi kəsirə çevirməyin digər yolu isə digər natural ədədlərin cəmi şəklində göstərməkdir. Yəni 4 plus 1 şəklində yaza bilərəm. 4-ü saxlayaram, üstə gəlinsin. Mən buradakı, baxın, bu 1-i demişdim ki, sürət məxrəcə bərabərdirsə o zaman 1 alınır. Yəni 6-da 6-da. Bu deyilir 4 tam 6-da 6. Yazdıq 4 tam. Axı bunların cəmi qarışıq ədədi verirdi. Yəni siz 4 tam 6-da 6-dan çıxmalısınız 6-da 1-i. Bu deyilir 4 yerində qalır. Çünki ikinci kəsirin tamı yoxdur. 6-da həmçinin yerində qalır. 6-dan 1-i çıxırsınız. Surətləri çıxdım, alındı 5. Fikir verin, eyni cavabı aldıq. Bu yoldan da istifadə edə bilərsiniz. Birinci yoldan da, ikinci yoldan da. Hər ikisi sizin işinizə yarayacaq. Bunu həm toplamada icra eləmək olar, həm də çıxmada. Digər qaydamızın adı olacaq uşaqlar tam atmaq. Tam atmaq çıxmada istifadə olunur. Nə zaman? Deyəcəksiniz ki, müəllimə, biz hardan bilirik ki, biz tam atacağıq? Bəlkə ehtiyac yoxdur, bəlkə ehtiyac var və biz bunu necə müəyyənləşdiririk? Belə bir kəsir versə sizə, tutalım 6 tam 6-da 1 çıxılsın, 2 tam 4-də 3 olsun. Deyəcəksiniz ki, müəllimə, ortaq məxrəc gətirək çıxaq da. Gətirəyin, alınır 6 tam 12-də, bu kəsiri vurdum 2-yə. Alınır 1, 2-nin 2. Çıxılsın. 2 tam. Bunu vurdum 3-ə. Alınır 12-də 9. Bərabərdir. Fikir verirsinizsə, axı siz sürətləri çıxa bilmirsiniz. Yaxşı, məxrəci saxladınız. 2-dən 9-u çıxa bilmirsiniz. O zaman biz tam atmağa bu qaydadan, tam atmaq qaydasından istifadə edəcəyik. Necə atırıq? Gəlin onu izah edeyim sizin üçün. Yazıram buradan. 6 tam, baxın, bu ədədir. Mən əvəz edirəm nə ilə? Pozaq, hə. 6 tam 12-də 2 nəyə bərabərdir? Bu 6-nı yazıram, 6 üstə gəl 12-də 2. Qarışıq ədədi parçaladım. Bərabərdir. 6-nı da parçalayıram uşaqlar. Bayaqları hamısını eləmişəm, ha, mən. 4 plus 1 necə yazırdım? 6-nı da yazaram, 5 plus 1 kimi. Üstə gəl 12-də 2-ni saxlayıram. Bərabərdir. 5 üstə gəlinsin. 1-in əvəzinə yazıram. 6-da 6, 7-də 7. Amma mən 12-də 12 yazmaq istəyirəm. Niyə? Çünki 12-də 2 ilə rahat toplaya bilim deyə. Bu deyilir 5 tam 12-də 14. Mən deməliyim, baxın, bu kəsri bununla əvəz edə bildim. Hə, indi nə var ki? Rahatdır da orada. 5 tam 12-də 14-dən nəyə çıxırsınız? Baxın bunu. Bundan bunu çıxırıq. Bizə çıxaq 2 tam 12-də 9-u. Bu da sizə verəcək 3 tam 12-də 14-dən 9-u çıxırsınız. O da eləyir 5.
Bu da sizin alınacaq cavabınız. Sonra bir də uşaqlar, burada onu qeyd eləmək istəyirəm ki, tam atmaq indi burada uzun-uzadı oldu da, fikir verirsiniz. Amma siz daha çox misal işləyəndə avtomatik olaraq siz 6,6-da 1-in əvəzinə götürüb yaza biləcəksiniz. Bu 5,13-də 14 yaza biləcəksiniz. Bu artıq əl öyrəşməlidir. Daha çox vərdiş eləməlisiniz. Onda yaranır. Ona görə çoxlu misal işləmək lazımdır. Bunun üçün də diqqətli olmalısınız. Sonra keçirik nəyə? Adi kəsirlər üzərində əməllərdən vurma əməlinə gəlirik. Adi kəsirlərin vurulması. Məncə elə ən asan vurulmadır. Çünki çox sadədir də. İxtisarla sadəcə olaraq bütünləşir vurma əməli. Adi kəsirləri vurmaq üçün çox sadə olaraq surəti surətə vuracaqsınız, məxrəci isə məxrəcə vurmuş olacaqsınız. Bir kəsir yazağın 8-də 3 vurulsun, 7-də 3 bərabərdir. Surətlər nədir? 8 ilə 7, daha doğrusu məxrəclər 8 ilə 7, surətlər isə 3 ilə 3-dür. Heç bir burada ədəd ixtisar getmir. Fikir verin, 3 nə 8 ilə gedir, nə 7 ilə. O zaman vurun yazın. 56, burada yazırsınız, 9. Adi kəsirlərin vurulması belədir. Siz ədədi də, baxın, burada nədir? Kəsir vurulsun, kəsir. İndi yazağın 6-da 5 vurulsun, 11. Bu nə olacaq? Kəsir vurulsun, ədəd. Bunu necə vurursunuz? Əvvəlcə 6-da 5-i saxlayırsınız yerində, vurulsun. Mən 11-in əvəzinə 11/1 yaza bilərəm. Çünki kəsir yaratmalıyam axı mən burada. Adi kəsirə çevirməliyəm. O zaman 6 1-ə vurulacaq 6, 5 11-ə 55. Baxın, yazdıq. Bu kəsir nədə də vurulmasıdır? Bir də var ki, tutalım 1,2-də 1 vurulsun, 2,7-də 6. Bu nədir? Qarışıq ədədin vurulsun qarışıq ədədən. Yazıq. Əvvəlcə adi kəsirə çevirməlisiniz uşaqlar. Mən necə natural ədədi adi kəsirə çevirdimsə, həmçinin qarışıq ədədə çevirməliyəm. Bu da eləyəcək 2-də 1, 2-nin 2, üstə gəl 1, 3 vuraq. 7 qalır yerində. 2, 7-nin 14, üstə gəl 6, 20 bərabərdir. 2 vuraq 7, 3 vuraq 20. Baxın, burada ixtisar var. 20 ilə 2 ixtisar gedir. 2-yə 10 dəfə, burada da 1 dəfə. 1 7-nin 7, 3 də 10-un 30. Bu da qarışıq ədədin qarışıq ədədə vurulmasıdır uşaqlar. Sonra gəlir bölmə əməli. Bölmə əməlindən əvvəl mən onu qeyd etmək istəyirəm ki, burada tərs ədədlər nə idi? Bizim tərs ədədlərimiz hasili 1-ə bərabər olan ədədlərə deyirdi. Hasili 1-ə bərabər olsun. Və yaxud da sürət məxrəcin yerini dəyişin. Tutalım 7-də 3 veribsə, bunun tərsi 3-də 7-dir. Həqiqətən fikir verin, bunları bir-birinə vuranda 1 edir. 3 ilə 3 gedir, 7 ilə də 7 gedir. Deməli, biz hər hansı ədədin qarşılıqlı tərsini tapanda onun surət və məxrəcinin yerini dəyişirik. Bu da bizə qarşılıqlı tərs ədədləri vermiş olacaq. Keçək onda bölmə əməlinə. Bölmə əməli. Bölmə əməli əslində vurmaya gəlir. Adi kəsirlərdə bölmə əməli yoxdur. Tərsinə vurma əməli var. Bunu biz belə əvəz edirik. Tərsinə vurma. Necə əvəz edirik? Hər zaman birinci kəsir qalır, sabitdir. Amma ikinci kəsirini tərsini tapırıq. Tərsi dedimdə sürət məxrəcinin yerini dəyişib vururuq. Belə bir kəsir versə sizə 5-də 3 bölünsün, 7-də 8-də 7 olsun. Bərabərdir. Birinci kəsiri olduğu kimi saxlayacaqsınız. 5-də 3 qalır yerində. Vurma. Baxın, əgər mən bölməni vurmaya gətirirəmsə, kəsiri də dəyişməliyəm. 8-də 7-dirsə, 7-də 8-dir. Bunlar bir-birini tamamlamalıdır. Bölmə vurmaya gəlibsə, kəsir olduğu kimi qala bilməz. Kəsir də dəyişməlidir sürət məxrəcinin yerini. Alınır 5 vuraq 7, 35, 3 vuraq 8, 24. Bu da belə. Bölmə əməli də əslində vurma əməlindən çox yaxındırlar bir-birlərinə. Əslində eynidirlər, amma onu bir-birinə gətirmək üçün tərsinə çevirməyimiz mütləqdir. Sonra isə keçək ədədin hissəsinin tapılmasına. Ədədin hissəsinin tapılması. Biz
Biz ədədin hissəsini tapmaq üçün vurma əməlindən istifadə edirik. Nə edirik? Ədədi vururuq hissəsinə. Yan-yanada vurursunuz sadəcə bir-birinə. Bərabərdir. Məsələn, deyir ki, 24-ün 1/4 hissəsini tap. Mən hardan bilirəm bu ədədin hissəsidir? Bu qaydadır. Çünki birinci ədəd gəlib, ikinci hissə gəlib. O zaman olur filan ədədin filan hissəsi. Yəni 24-ü vurursunuz 1/4 bərabərdir. 24 ilə 4 ixtisar gedir, qalır 6 vurağın 1, cavab deyilir 6. Sən demə bu ədəd 6 imiş. Sonra isə hissəsinə görə ədədi tapa bilərsiniz. Hər hansı bir sual yazağım bura. Tutalım olsun 5/4 hissəsi 12 olan ədədi tapaq. Yenə bu qaydadan istifadə edəcəyik. 5/4-ü 5/4 nədir? Hissədir. 12 ədəddir. O zaman nə olur? Hissəsinə görə ədəd. Əgər ədədin hissəsində vururduqsa, hissəsinə görə ədəddə bölürük uşaqlar. Belə yadınızda saxlaya bilərsiniz. Yəni, onların tək fərqləri budur. Siz 5/4-ə bölürsünüz. Yəni 12-ni axı bölməməli yoxdur. Biz 12-ni vurmalıyıq 5/4-ün tərsinə. 4/5. Bu deyəcək 12 ilə 4 ixtisar getdi 3. 3-ün də 5-ə 15. Bir də təkrarlayıram uşaqlar. Ədədin hissəsini tapanda vurursunuz. Hissəsinə görə ədədi tapanda bölürsünüz. Bunu da belə yadınızda saxlaya bilərsiniz. Buna aid çalışmalarda mütləq işləməlisiniz. Məsələ daxilində də bunu istifadə eləyəcəksiniz. Bu da belə. Adi kəsirlər bu qədərdir uşaqlar. Bundan sonraki gələn mövzu isə onluq kəsirlərdir. Sonra isə gəlir dövri onluq kəsirlər. İnşallah gələn videoda da mən onluq kəsirlər haqqında danışacağam. Bu qədər uşaqlar. Gələn dəfə görüşərik. Sağlıqla qalın. Özünüzə yaxşı baxın. Hələlik.